Salam hər kəsə. Bu günləri mix testimizin davamını həll eləyəcəyik. 57-ci sualdan başlayırıq. Gəlin baxaq. 57-ci sualda nöqtədən sonra time, yəni sayılmayan isim gəlib. Sayılmayan isimlə few olmaz, many olmaz. A, Y variantını çıxardırıq. İkinci cümlədə, yəni cümlənin sonunda isə görürsünüz isim yoxdur. İsim olmadığına görə a lot of-dan sonra isim gəlir. Ona görə B və D variantlarını çıxardırıq. Cavab C variantı. 58-ci suala baxırıq. Yenə time sayılmayan isimdir. Sayılmayan isimlə many işlənməz. B, D variantı çıxır. Many olmaz. C variantı. Yəni ikinci tərəfdə də time'dir deyə orada da many olmaz. İndi a lot, A variantında isə a lot-dan sonra of gəlməlidir ki, özündən sonra isim gəlsin. Ona görə A variantı da çıxır. Cavab Y variantı. 59-cu suala baxırıq. Never makes, yəni cümləmiz never varsa inkardadır. İnkardadırsa to inkarda olmaz. Deməli B variantı getdi. So inkar cümləyə cavab vermir. To olmaz. D, Y variantları ələndi. But ziddiyyət təşkil eləyir. Bir tərəfi inkardırsa, digər tərəfi təsdiq olmalı idi. Ona görə A variantı da səhvdir. Cavab C. C doğrudur. Ayz olanda inkar olur. Gördüyünüz kimi doğrudur. 60-cı suala baxırıq. 60-cı sualda FU-dan sonra cəm isim gəlir. 1 doğrudur. Little sayılmayan isimlərlə işlənir. 2 doğrudur. Many'dən sonra sayılmayan isim gələ bilməz. Few-dan sonra sayılmayan isim gəlmir. Much sayılmayan isimlərlə işlənir. Cavab 1, 2, 5 A variantı. İndi 61-ci suala baxaq. 61-ci sualda many bread olmaz. Çünki many sayılan cəm isimlərlə işlənir. Bread sayılmayan isimdir. 3 doğrudur. Little bread. Few olmaz. Few'dan sonra cəm isim gəlir. A few cəmdə işlənir. Pieces cəmdədir deyə doğrudur. 2 doğrudur. Much bread doğrudur. Cavab 2, 3, 4 B variantı. 62-ci suala baxırıq. 62-ci sualda cümləmizin xəbəri inkardadır və bitmiş zamandır. Bitmiş zaman olduğuna görə bitmiş zamanın köməkçi feili have, has'dir. Deməli, did olan cümlələri bəri başdan çıxardırıq. Yerdə qaldı. Ayzı cümlənin əvvəlində gəlməz. İnkara inkar lazımdır deyə ayz olan yerdə inkar olmalıydı. Y də yoxdur. Cavab D variantı. 63-cü suala baxaq. 63-cü sualda deməli please buy some milk. Zəhmət olmasa biraz süd al. Süd sayılmayan isimdir. Söhbət süddən gedir deyə. Sayılmayan isimlərlə few olmaz. Many işlənməz. Yəni C, D variantları getdi. A variantında a lot of olmalıydı ki özündən sonra isim gəlsin, yəni ismə aid olsun. A çıxardırıq. İndi B, Y variantı arasında qaldıq. Cümlənin tərcüməsinə baxırıq. Please buy some milk. Zəhmət olmasa biraz süd al. Refrigerator soyuducu deməkdir. Soyuducuda çox varsa mən niyə alım yenə süd? Ona görə B variantı olmaz. Demək ki, soyuducuda yoxdur ki, azdır ki, mən süd alıram. There is little in the left in the refrigerator. 64-cü suala baxaq. Guest cəmdədir. Qonaqlar göz xəbəri də cəmdədir. Cəmdə deməli maç olmaz. İkinci tərəfi də qonaqlara aiddir deyə bunlar hamısı yerdə qalanlar cəmdə işlənəndir. Burada nəyə diqqət yetiririk yoldaşlar? Deməli many guests were invited. Çox qonaq dəvət olundu. Lakin varsa bu ziddiyyət təşkil edir. Deməli az qonaq gəldi. Ona görə çox çağırıldı, çox gəldi deyə bilmərik. Az çağırıldı, az gəldi deyə bilmərik. B variantı da həmçinin ələnir. Deməli cavab C variantı. Çox qonaq çağırılmışdı, dəvət olunmuşdu, amma az gəlmişdi. 65-ci suala baxırıq. FU-dan sonra cəm isim gəlir. Fish cəmdə də təkdə də eyni cür yazılır. Yəni 1 doğrudur. 2-də few-dursa, few-dan sonra cəm isim gəlir. Pieces olmalıydı. Few colorful t-shirts olmalıydı. 3 səhvdir. Few pairs doğrudur. Few sheets of paper doğrudur. Cavab 1, 4, 5 D variantı. Keçirik 66-cı suala.
66-cı sualda few-dan sonra cəm isim gəlib, doğrudur. Few-dan sonra isim cəmdə olmalı idi, səhvdir. Few-dan sonra cəm isim gəlməli idi. Pieces sayılandı deyə cəmdə olur. Ona görə 3 səhvdir. A few pieces görürsünüz burada düzdür. 5-də isə ship təkdə də cəmdə də eyni cür yazılır deyə 5 doğrudur. Cavab 1, 4, 5 C variantı. 67-ci suala baxırıq. 67-də a few-dan sonra cəm isim gəlir, 1 səhvdir. 2 doğrudur. Little sayılmayan isimlə işlənir, sub sayılmır. Ona görə doğrudur. Only'dən sonra a few olardı. Səhvdir. 2, 3 cavab C variantı. 68-ci suala baxırıq. A few-dan sonra cəm isim gəlməlidir. Doğrudur. 1. Few-dan sonra cəm isim gəlir. Drops olmalı idi. 2 səhvdir. Little sayılmayan isimlərlə işlənir. 3 səhvdir. Little-dan sonra sayılmayan isim gəlib. 4 doğrudur. Cavab 1, 4 B variantı. 69-a keçirik. A few-dan sonra cəm isim gələr. Doğrudur. 1. Little cəm mürəbbə deməkdir. Alma cəmi doğrudur. Yəni sayılmayan isimlə işlənib. Few-dan sonra cəm isim gələr. Səhvdir. 3. Little sayılmayan isimlərlə işlənməlidir. Ona görə 4 səhvdir. Cavab 1, 2 C variantı. 70-ci suala baxaq. Xəbərə diqqət yetiririk. Didn't miss inkardadır. İnkardadsa bizə təsdiqdə olan so lazım deyil. To təsdiqdə olur. C, Y, D variantı getdi. Bat olan cümlələrdə demişdim, bir ziddiyyət təşkil edir. Bir tərəfi təsdiqsə, bir tərəfi inkar və yaxud da əksinə olur. Yəni, bura inkardırsa, deməli, bura təsdiq olmalıdır. A doğrudur. Burada görürsünüz, inkardır. O səhvdir. B səhvdir. 71-ci suala baxaq. Pears, armud, sarı armudlar cəmdədir. Cəmdə maç olmaz, little olmaz. Cavab 3, 4. C variantı. 72-ci suala baxırıq. Limon juice, yəni limon şirəsi sayılmayan isimdir. Deməli, few olmaz, many olmaz. Qaldı 2 dənəsi. İkinci cümləyə baxaq. I'm not ready yet, hələ hazır deyiləm. I need, deməli, hazır deyiləmsə, mənim az vaxta ehtiyacım var, yox, biraz vaxta ehtiyacım var deməliyik. Ona görə Y getmir. 73-cü suala baxaq. Page cəmdədir. How many-dən sonra cəm isim gəlib. Deməli, enough-dən sonra singular noun gəlir. Yəni, təkdə olan isim. Ona görə C olmaz. Others isim əvəz eləyir. Y olmaz. Much-dan sonra cəm isim gəlməz. Else başqa deməkdir. Cavab A variantı. 73-də A. 74-də baxırıq. 74-də inkar verilib. İnkarla so işlənməz, to işlənməz. Batla olarsa ziddiyyət təşkil eləməlidir. Deməli, cümləmizdə inkar veribsə, bu bir tərəfi təsdiq olmalıdır. Ona görə D variantı doğrudur. Burada B-də not verib deyə səhvdir. Cavab D. Keçirik növbəti səhifəmizə. 75-ci suala baxırıq. 75-ci sualda rain, yağış sayılmayan isimdir. Few işlənməz, many işlənməz. Elotdan sonra of gəlməli idi. Qaldı much, bir də little. Deməli, cümlənin mənasına baxacaq. The weather has been very dry recently. Bu yaxınlarda hava çox quru olub. Deməli, quru olubsa az yağış yağıb, yəni çox vermirik. Y variantı. 76-ya baxırıq. 76-da likes-a baxırıq. Təsdiqdədir cümlə. Deməli, inkar olmaz. Likes-in köməkçi feili do, does olduğuna görə to be formasını işlətmirik. Deməli, və təsdiqdədir deyə təsdiq lazımdır. So ilə inkar olmur. Ona görə Y variantı da çıxır. Cavab A. 76-da A. 77-yə baxırıq. İnkardır. Nöqtədən sonra books cəmdədir. Cəm isimlərlə işlənir. Many. Elotdan sonra of gəlməlidir ki, isim gəlsin. Much işlənməz. Cavab 2, 3, C variantı. 78-ə baxırıq. 78-də inkar cümləni tapmalıyıq. Yadımızda saxlayaq ki, bir cümlədə 2 inkar işlənməz. B variantı olmaz. D-də də görürsünüz 2 inkar verib olmaz. 2 inkar verib olmaz. Baxırıq indi A və C variantına. A variantında inkar cümləsində something yox, anything olmalıdır. Eyni ilə başlayan. Ona görə C variantı doğrudur. 79-a baxırıq. 79-da cümləmizin inkarı olacaq will not
To inkarda olmur. İndi baxaq. A bəndində will yoxdur, səhvdir. To təsdiqdə olur, also təsdiqdə olur. Neither cümlənin sonunda işlənmir, Ayzə işlənir və Ayzə olan yerdə not olur. Cavab Y variantı. 80-da baxırıq. 80-da cümlənin inkarına baxaq. Deməli, Ayzə orun inkarı, Nayzə nor. Baxaq. Notla Nayzə bir yerdə işlənmir, A səhvdir. B variantında article yoxdur. C variantına baxırıq. Yenə article yoxdur. C, B ələndi. D variantına baxırıq. Deməli, Ayzə inkarda olmur, təsdiqdə olur. D getdi. Y bəndində isə doğru yazılıb. Y variantı doğrudur. Baxaq 81-ci suala. 81-ci sualda inkar cümlə axtarırıq. Deməli, neither the moon nor the stars deyə A-nı saxlayaq. B-yə baxırıq. Not olan yerdə inkar olmur, B səhvdir. Not olan yerdə inkar olmur, C səhvdir. Yəni, ingilisində iki inkar bir yerdə olmaz. Not, nothing bir yerdə olmaz. Nayzə burada norla işlənər, orla yox. Y də səhvdir, cavab A doğrudur. 82-ci suala baxaq. Nayzə dediyi inkar olan yerdə not olmaz, A səhvdir. Deməli, Nayzə ilə nor işlənər, B səhvdir. Nayzə ilə or olmaz, D səhvdir. Nayzə nor olan yerdə not olmaz, Y səhvdir. Cavabımız C variantı. 83-cü suala baxırıq. Nayzə, Alice, nor, Helen. Deməli, Nayzə nor olan yerdə dedik ki, novaya olmaz, yəni ikinci inkar olmaz. Alice, Ayzə norla yox, orla işlənir. B səhvdir. Nayzə nor başqa bir notla işlənmir. C səhvdir. Nayzə, Alice, nor, Helen is eager to go anywhere tonight. Bunu saxlayaq. Burada Y variantda isə notla novaya verib səhvdir. Cavab D variantı. 83 D variantı. 84-də baxırıq. Deməli, cümləmizə baxırıq. A bəndində Ayzə ilə or təsdiqdə işlənir. B variantında Nayzə a spoon olmalı idi, nor a fork. Ona görə B article yoxdur, səhvdir. No olanda article olmur, səhvdir. Bir də Y variantında da no ilə article yazıblar, səhvdir. Cavab D variantı, D də doğru yazılıb. 85-ə baxırıq. 85-də both students and teachers have gathered in the hall. Baxaq cümlənin inkarını tapaq. Deməli, neither students nor teachers have gathered in the hall. Bu doğrudur, bunu saxlayaq. Digər variantlarımıza baxırıq. Both inkarda işlənmir, təsdiqdə işlənir. C variantında Nayzə norla işlənir. D variantında Ayzə norla işlənmir. Y bəndinə baxırıq. Nayzə nor, bir dənə də not olmaz. Cavab A idi. 86-ya baxırıq. Nayzə nor olan yerdə not olmur. A variantı səhvdir. Nayzə norla işlənir. B səhvdir. Ayzə orla işlənir. C səhvdir. Nayzə nor, D variantını saxlayaq. Y bəndində nevə olmaz. Nayzə nor olan yerdə cavab D variantı. 86 D. 87-ci suala baxaq. Hani sayılmayan isimdir. Sayılmayan isimlərlə deməli saxlayaq. Bu ikinci tərəfdə haniyə aiddir deyə, ikinci tərəfdə də sayılmayan isimlərlə işlənən əvəzlik olmalıdır. Ona görə few'lar olmur, many olmur. Qalır B variantı. Növbəti videolarda görüşənədək. Sağ olun, salam.